Bu günləri danışacağımız ikinci bəhs edəcəyimiz şərt yəqinlik haqqında olacaq. Yəqinlik şübhənin ziddidir. Yəni bir insan bir məsələ haqqında şübhədədir. Yəni ola da bilər, olmaya da bilər. Bu insana bu yəqindir deyilməz. Bir insana nə zaman yəqin deyilir? O zaman ki onun o məsələdə heç bir şübhəsi qalmayıb. Məsələn, örnək verirəm. İnsanların ortaq bir şəkildə yəqin olduğu məsələlər. Günəş səhər çıxacaq, çıxmayacaq. Günəş səhər çıxacaq, yəqinsən, düzdür? Yəqin bir formada etiqad edirsən ki, inanırsan ki, günəş səhər çıxacaq. Günəş axşam batacaq, batmayacaq. Günəş axşam batacaq, yəqinsən bunda. Yəni sənin buna dair heç bir şübhən yoxdur. Sən öləcəksən, ölməyəcəksən. Öləcəksən. Dinli, dinsiz, müsəlman hamı bilir ki, öləcək. Düzdür? Yəqinsən bunda. Yəqinlik bu şeydir. Sənin buna dair heç bir şək şübhən yoxdur. Bəs insanın la ilahə illallahda yəqin olması nə deməkdir? Yəni insan necə la ilahə illallahda yəqin olur? Kəsinliklə bu insanın ağlına gələ bilməz ki, düşünsün ki, görəsən Allah bizi xəlq edən, Allah subhanahu wa ta'ala bizə yardım etdiyi kimi, qəbirdə yatan da bizə yardım eləyə bilər yoxsa yox? Görəsən Allah bizi rızıqlandırdığı kimi, bizə övlad bəxş etdiyi kimi, o qəbirdə olan da bizə övlad bəxş eləyə bilər yoxsa yox? Yəqindir ki, Allahdan başqası bunu eləyə bilmir. Yəqindir ki, Allahdan başqası bizim həyatımıza qanun qoya bilməz. La ilahə illallah deyən adam bilir ki, insanı yaradan da, insanın həyatına qanun qoyan da aləmlərin Rəbbi olan Allah subhanahu wa ta'alədir və bu yəqinlik ona heç o şübhə ki var, görəsən Allahdan başqaları da bunu eləyə bilər yoxsa yox. Bu şübhə ilə yəqinlik, əgər şübhə gəldisə, yəqinlik ortadan qalxır. Və insan yəqin olmadığı zaman həmin bu la ilahə illallah kəlməsi insana nə etməz? Fayda verməz. Necə Allah subhanahu wa ta'ala buyurur ki, o kəslər ki, sənə nazil olana və səndən əvvəl nazil edilənlərə, nazil olanlara iman gətirir, axirətə də yəqinliklə inanırlar. Diqqət edin, axirətə yəqinliklə inanırlar. Axirətə yəqinliklə inanmaq nədir? Kimlərdir o kəslər? Həm sənə nazil olana, həm səndən əvvəl nazil edilənlərə iman gətiriblər. Axirətə də yəqinliklə inanırlar. İndi sual verirəm. Möminlərin axirətə iman etməsi hansı formadadır? Mömin insan bilir ki, Allah subhanahu wa ta'alənin qiyaməti mənim bu günümdən daha gerçək bir gündür. Yəni, bəzi insanlar deyirlər, siz necə yəqinliklə danışırsınız o gün haqqında? Çünki biz deyirik ki, bizi xəlq edən, bizi yaradan Allah subhanahu wa ta'ala bizə o gün barədə xəbər verib. Həmin o gün, qiyamət günü barədə xəbəri Allahın azza və cəllənin bizə bildirmiş o günə mömin olan insan bu günündən daha çox inanır.